DTX-nın polkovniki Cabir İmanov, hansı ki məhəllə kinosunda Eliş ləqəbi altında xalqın sevimlisi olubdu. Parniz Bakuda yaxşı aktyorluq eləyibdi. Bəli, sözün əsl mənasında aktyorluq eləyib. Və bu hakimiyyətə, Əliyevlərə, Paşayevlərə ancaq Cabir İmanov kimi aktyorlar, xalq artistləri lazımdır. Və bunların da hamısı yüksək vəzifədə. 49 yaşında dünyasını dəyişib, Allah rəhmət eləsin. Amma onu bildirmək istəyirəm ki, ölüm haqdır. Hər bir canlı ölümü dadacaq. Polkovnik olub, özünün bahalı maşını olub, işi olub, bahalı evlərdə, hər gün restoranlarda, konsertlərdə və sonu nədir? Sonu qəbir və qəbir əzabı. Və Allaha qurban olum ki, mən bu günə kimi haram yeməmişəm və aktyorluq eləməmişəm. Mənim bir simam var. Haqqımı